Burada profilaktik tədbirlərdən də biz danışaq, çox vacibdir. İnsanlar onkoloji xəstəliklərə tutulmamaq üçün nə etsinlər, ciddi xəstəliklərə tutulmamaq üçün nə etsinlər? Ən vacib məsələ check-up müayinədir. Onkologiyadan insanları yeganə sığortalayan səbəb check-up müayinədir. Bunun başqa variantı yoxdur. Onkoloji xəstəlik çox vaxt özünü biruzə vermir. Yalnız ağır durumda 4-cü mərhələdə özünü biruzə verir. Bu da artıq gec olur. Ona görə də yeganə çıxış yolu ildə bir dəfə check-up müayinə olunmaq, endoskopik müayinə olsun, ultrasəs müayinə olsun, döş qəfəsi rentgeni olsun, müəyyən qan analizləri olsun. Bu yeganə qurtulmağın yoludur. Yaponiyada onkoloji xəstəliklərdən dünyasının dəyişmə rəqəmi 1%-in altındadır. O qədər aşağı. Çünki ildə bir dəfə check-up müayinələr hər bir insan üçün yaradılır və o insanlar keçir. Başqa insanın edəcəyi şey təbii ki, mümkün qədər dediyim kimi, yenə də psixonevrolojiya köklənsək, çıxış yolu odur ki, demək olar ki, 80-90% insanın stres, əsəb problemi var Azərbaycanda. İldə bir dəfə nevroloq, psixoloq, psixoterapevtin konsultasiyasından keçməsi, ehtiyac varsa müalicə alması, sağlam qidalansınlar. İnsanlar deyir ki, sağlam qidalar yoxdur, bütün qidalar zərərlidir. Amma inanın ki, Azərbaycanda şükürlər olsun ki, sağlam təbii qidalarımızın da sayı az deyil. İnsan istəsə, onu tapar da, gətizdirər də, istifadə edər də.